Hoş gördük sizi Kurtuluş TV'nin sayın izleyicileri. Bizi her yerden izlersiniz. Arzu edirik moralınız yerinde olsun. Kurtuluş Partiyasının bir ayrı programıyla sizin evlerinizin qonağıyıq. Bu haftanın önemli bir konusu vardır. Onu sizlerle paylaşmak istedik. Bu haftanın konusu Qazaxıstanın Türkmenistan şehrinde Türk dövlətlərinin mədəni, kutsal, ruhsal, adət-ənənəvi yerlərinin araşdırılması barədə 6 müstəqil Türk dövləti bu konferansda iştirak edibdir. Bu günümüzün qonağı Profesör Faiq Ələkbərlidir. Bu Faiq bəy Türkiyədədir indi, amma biraz internet problemi vardır. Amma bir 10 dəqiqəyə bizə qatılacaqdır. Mənim həmkarım Mehdi bəy Nərimani bugün bizimlə bərabər olacaqdır, hər zamanki kimi. Mehdi bəydən xahiş edirəm, buyursunlar otağa. Mehdi bəy, səsin yoxdur, təsfən. Selam, her vaxtınız xeyir olsun. Değerli Kurtuluş TV izleyicilerine ve çalışanlarına. Çox sağ olun Mehdi bəy, çox xoş gəldiniz öz proqramımıza. Mehdi bəy, gözəl bir səhnə vurmuşsunuz arxa plana. Amma maalesef Güney Azərbaycanın burada bayrağı yoxdur. Buna çox üzülürük, amma bir tərəfdən də seviniriz ki, qüdrətli Türk dövlətlərinin, müstəqil Türk dövlətlərinin bayraqlarını burada biz görürük. Mehdi bəy, proqramı anlattım mən. Türk dünyasının Qazaxıstan ölkəsinin Türkmenistan şəhrində Türk dünyasının önemli bir toplantısı gedibdir. Bu konuda yəqin ki, sizin də kanallarınızda xəbərlər gedibdir və Türkiyəmizdə, Azərbaycanımızda və bu 6 dövlət ki, burada iştirak ediblər. Buna görə önemli, gözəl xəbərlər gedibdir ki, bu xəbərlər yaxında millətimizin huzuruna çatdırılacaqdır. Mehdi bəy, Faiq bəy bugün biraz gec qatılacaq bizim programa. Bu programı devam edək. Linki göndərmişik biz Faiq bəyə. Faiq bəy də gəliblər. Nə zaman desəz? Aha, Faiq bəy gəliblər. Çox yaxşı, çox yaxşı oldu. O zaman Faiq bəy siz yuxarıya gətirin, bərabər programı başlayaq. Selam, hoş geldiniz. Hoş gördük. Hər vaxtınız xeyirli olsun Faiq bəy. Hər vaxtınız xeyir, çox sağ olun. Hoş gördük hər birinizi. Hər kəsi salamlayırıq. Sağ olasın. Çox sağ olun. Faiq bəy, bizim Can Azərbaycandan siz buraya qatılmışsınız. Çox sevinirik. Bizim qardaşımız, qandaşımız, böyük alimimiz. Sizi təbrik edirik. Öncə bu önemli bir konferansa, toplantıya qatılmışsınız. Faiq bəy, həmkarım Mehdi bəy Nərimani ilə həm bugün sizdən gözəl təəssüratınızı alacaq sizin. İcazə versəniz, bu bildiriləri mən geçim sizin, çatdırım sizin xidmətinizə. Faiq bəy, siz önemli bir konferansda şirkət etmişsiniz. Bu konferans gerçekten Türk dünyasına böyük bir uğurdur və bizim Kuzey Azərbaycanımızın, əlbəttə Kuzey Güneyimiz yoxdur, Azərbaycan birdir. Əgər ikidirsə o demək yoxdur. Bizim Azərbaycanımızdan sizin kimi bir alimin, profesorun oraya katılması gerçekten bütün Türk dünyasını, özellikle Güney Azərbaycan Türklərini çox sevindiribdir. Doğrudur, bizim Güney Azərbaycan hələ ki İran adlanan yerin müstəmiləsindədir. Amma sizin kimi bir alim bizim müstəqil Azərbaycandan oraya katılması bizim de başımızı uca edilir. Fərq eləmir. Orası bizim ölkəmizdir. Bir tərəf işğalda olsa, bir tərəfimiz azaddır. Faiq bəy, geçsəm mən konuya izin versəniz. Faiq bəy, bildiğimize göre
keçən həftə Qazaxıstanın Türkmənistan şəhrində Türk dövlətlərinin mədəni, qutsal, ruhsal, adət-ənənəvi yerlərinin araşdırılması barədə 6 müstəqil Türk dövləti bu konferansda iştirak edibdir. Lütfen siz de orada iştirak etmişsiniz Azərbaycan tərəfindən. Xahiş edirik bu barədə təəssüratınızı bizimlə paylaşarsınız. Lütfen. Çox sağ olun, bir daha var olasınız. Deməli, Türk xalqlarının daha da güclü bir birliğe sahip olması üçün, Türk xalqları arasındaki münasibətlərin güclənməsi üçün bu kimi konferansların keçirilməsinə ehtiyac var. Qazaxıstanın Türkistan şəhərində keçirilən Türk dünyasının müqəddəs yerləri, ənənələr və davamlılıq konferansında da əsas məqsəd Türk xalqlarının daha da gücləndirmək və bir araya gətirməyin yollarını aramaqdır. Yəni biz də bu konferansda, beynəlxalq konferansda iştirak etdik. Türk xalqlarının əslində burada demək olar ki, Türk xalqları iştirak edirdi. Əsasən də müstəqil Türk dövlətlərinin alimləri, eyni zamanda da başqa dövlətlərin tərkibində yaşayan Türk alimləri də iştirak etdilər. Mən də orada əsas mövzu olaraq Türk xalqlarının keçmişdəki varlığının və keçmişdəki birliklərindən bəhs etdim. Xüsusilə də biz bilirik ki, Azərbaycan türkləri də, digər Türk xalqları da İslamdan öncə, xristianlıqdan öncə öz adət-ənənələri və milli inancları ilə mövcud olmuşlar. İndi zaman-zaman Türk xalqları müxtəlif dinlərə bildiyimiz kimi müxtəlif dinləri qəbul etdilər. Bunların arasında da ən çoxu İslam dinidir. Ancaq bizim əsas məqsədimiz odur ki, Türk xalqları İslam dinindən öncə də öz adət-ənənələri və törəsi olan böyük əxlaqi keyfiyyətə malik olan xalqlardır, cümlədən də Azərbaycan türkləri. Biz orada Güney Azərbaycanımızda indi nə deyirik? Azərbaycanımızın güneyindəki soydaşlarımızdan, türklərdən də onların dəyərlərindən, adət-ənənələrindən də bəhs etdik. Məqsədimiz də odur ki, Azərbaycan ancaq quzeydən ibarət deyil, Azərbaycan həm də onun güneyi var və Azərbaycan bir bütövdür. Azərbaycan xalqı, Azərbaycan türkləri ən qədim dövrlərdən günümüzə qədər böyük bir həyat yaşamış xalqdır. Məqsədimiz nədir? Məqsədimiz həmin Azərbaycan türklərinin yalnız 10 milyondan ya da Azərbaycanımızın güneyindən 35-40 milyon deyil, Azərbaycan xalqı 50-60 milyonluq bir xalqdır və onun mədəniyyəti də, onun fəlsəfəsi də, ədəbiyyatı da, böyük insanları da məhz bir vahidliyi təşkil edir. Məsələn, biz deyəndə ki, Qorqud ata, məsələn, biz deyəndə Uzun Həsən, Məhəmməd Hüseyin Şəhriyar, Məhəmməd Əmin Rəsulzadə, Məhəmməd Füzuli, Yunus Əmrə və başqaları hamısı bir xalqın evladlarıdır. Türk xalqlarının, o cümlədən də Azərbaycan türklərinin böyük şəxsiyyətləridir. Biz əgər 21-ci əsrdə yenidən böyük bir gücə çevrilmək istəyiriksə, o zaman mədəniyyətimizi, ədəbiyyatımızı, tariximizi, fəlsəfəmizi, böyük şəxsiyyətlərimizi, dövlətçi ənənələrimizi yaxşı bilməliyik. Yəni, biz gərək onları bilək ki, məhz inşallah 50-60 milyonluq bir xalq kimi varlığımızı dünyada daha da güclü şəkildə elan etdikdə, biz bilək ki, məhz hansı xalqın evladıyıq, bizim keçmişdə hansı tariximiz, ədəbiyyatımız, mədəniyyətimiz, fəlsəfəmiz var ki, biz bu gündə onun təməlləri əsasında böyük bir Azərbaycan Türk dövləti inşallah inşa edirik və digər Türk dövlətlərinin, Türk xalqlarından da bir yerdə biz dünyada bir gücə çeviririk. Bu çox önəmlidir. Biz bilirik ki, dünyada yeni güclər meydana çıxır. Biz də bu güclərdən biri olmaq niyyətindəyik və inşallah olacağıq da. Ancaq bunun üçün gərək biz xalq olaraq, xalqın alimləri və ziyalıları olaraq bir aydınlatıcı, maarifləndirici bir missiyanı öz üzərimizə götürmüşük. Yəni, mən də Azərbaycan Milli Elmlər Akademiyasının Fəlsəfə və Sosiologiya İnstitutunda
Türk xalqlarının fəlsəfi fikir tarixi, müasir fəlsəfi şöbəsinin həm müdiri, həm də bir elm adamı olaraq iştirak etdik. Əlbəttə bizim Bütöv Azərbaycan Ocaqları təşkilatımız da var. Mən də orada Bütöv Azərbaycan Ocaqları təşkilatında Türk dünyası ilə əlaqələr üzrə başqan yardımcısıyım. Yəni bu vəzifəmiz də var. Ona görə bizim məqsədimiz məhz Türk xalqlarını aydınlatmaq, maarifləndirmək, xüsusilə də güneydə Azərbaycanımızın güneyində yaşayan türklərimizi də, oradakı soydaşlarımızı da məhz dünyaya bacardığımız qədər dünya deyərkən, yəni Türk xalqlarına tanıtmaq və güclü bir birliyə sahib olmaqdır. Əsas məqsədimiz də, yəni orada Türk xalqlarının ki, müqəddəs ziyarətgahları var. Məsələn, bizim üçün ziyarətgah kimdir? Qorqud Atanındır. Bəzən deyirlər, Qorqud Atanın məzarı Təbrizdədir. Bəzən deyirlər, Dərbəndədir, ya da başqa bir yerdə. Əslində, Qorqud Ata bizim üçün bir yol göstərəndir. Ata demək, ümumiyyətlə, Azərbaycan türklərində və Türk xalqlarında ata demək, bilgə deməkdir. Yəni, farsca necə peyğəmbər deyirlər, ərəblər nəbi deyir. Bizdə də Qorqud Ata demək, məhz bir bilgə demək, yaxud da Yətəvi ata, yaxud da ki, Yunus atam, Yunus Əmrəm məsələsi, Məhəmməd Füzuli də bizim üçün bir atadır, yəni bir yol göstərəndir. Nizami Gəncəvimiz də, Əfsələddin Xəqani də, Sahib Təbrizli də, Qüdbü Təbrizli də və başqaları da bizim üçün doğrudan da bir ata rolunu oynamışlar. Əlibəy Hüseynzadə, Şeyx Məhəmməd Xiyabani, Seyid Cəfər Pişəvər, bunlar bizim üçün atadır. Çünki Türk xalqlarında ata kultu mühüm rol oynayır. Əcdadlarımızın ruhu məhz bizimlə birgədir, atalarımızdır və biz də atalarımızın yolunu davam etdiririk. Faik Bey çok sağ olun, çok önemli ve güzel bilgiler verdiniz. Faik Bey birçok bizim sorumuz vardır, sualımız vardır bu konuda. Yani bilirəm ki bir saatte sığmayacaktır bizim bu sizin bu önemli danışıqlarınız ve bunu da artırım sizin buyurduklarınıza. Dədə Qorquddan söz apardınız siz. Dədə Qorqud tabii ki bizim dastanlarımızda vardır ama sizin kimin ve size tay birçok bizim alimimiz, profesorumuz vardır ki bizim bu günümüzün insanlarımıza bilgi ve aydınlık veren insanlar sizsiniz. Var olun, eşk olsun size. Faik Bey, bizim Mehdi Bey de bir neçəndə sualı vardır. Biz sualları ancaq yığa bilmişik yere. Yani bilirəm ki o yer olmayacak. Mehdi Bey buyurun, sizin sorunuz vardı. Faik Bey'den soruşun. Hər vaxtınız xeyir olsun. Yorulmayasınız. Əlinizə sağlıq. Faik Bey, Çox sağ olun. Türk Dövlətlər Təşkilatının toplantılarında Güney Azərbaycana görə kültürel və ya siyasi olaraq bir fəaliyyət yürütülürmü? Çünki içəridə Güneydə 35 milyon, 40 milyon bizim insanımız yaşayır. Oradan bilgi almaq istəyir ki, nələr yaşanır? Güney Azərbaycana təsir qoyurmu bu iş? Bəli, çox sağ olun, çox yaxşı sualdır. Türk Dövlətlər Təşkilatı artıq Güney Azərbaycan məsələsinə, oradakı 35-40 milyon soydaşımızın varlığına ciddi şəkildə diqqət yetirməyə başlamışdır. Biz bilirik ki, hələ Türk Dövlətlər Təşkilatının Səmərqənddə keçirilən samitində Azərbaycan Respublikasının Prezidenti, Cumhurbaşqanı İlham Əliyev də məhz Azərbaycanımızın güneydəki soydaşlarımızın varlığını dilə gətirmişdi. Orada onların məktəblərinin olmaması, onların mədəni sahədə və digər məsələlərlə bağlı problemlərin olduğunu demişdi və Türk dövlətlərini də bu məsələyə diqqət yetirməyə çağırmışdı cənab İlham Əliyev. Məncə artıq həmi Səmərqənd samitində, həm Ankara'da keçilən samitdə və bugün də bildiyimiz kimi Türk dövlətlərinin başçıları Budapeştdə, Macaristanda bir araya gəlmişdi. Bizim gözləntilərimiz və bildiklərimiz bundan ibarətdir ki, bu samitdə də, elə Budapeşt samitində də Azərbaycanımızın güneyindəki soydaşlarımızın məsələsi də gündəmdədir. Əlbəttə, bir çox məsələlər var ki, o açıqlanmır, yəni ancaq ümumi fikirlər səsləndirilir. Ancaq mən sizə əminliklə deyirəm ki,
artıq Azərbaycan dövləti Azərbaycanımızın güneyindəki soydaşlarımızın milli, mədəni və digər problemlərini Türk Dövlətlər Təşkilatının qarşısında ciddi şəkildə qaldırır. Bu sahədə Azərbaycan diasporasında çalışmaları vardır ki, yəni Azərbaycanımızın güneyindəki soydaşlarımızın milli mədəni haqlarının, ən azı milli mədəni haqlarının bərpası üçün bir şeylər etmək lazımdır. Türk Dövlətlər Təşkilatının varlığı da bizim bu Azərbaycanımızın güneyindəki soydaşlarımızın milli mədəni haqlarının tanınmasında çox mühüm rol oynayır. Çünki bildiyiniz kimi cənab Prezident İlham Əliyev bir çox çıxışlarında bildirib ki, Azərbaycan xalqının, Azərbaycan türklərinin bir ailəsi var, o da Türk ailəsidir. Yəni bu o deməkdir ki, bu Türk ailəsində Azərbaycanın ancaq kuzeyindəki 10 milyon deyil, güneyindəki 35-40 milyon da bu ailənin içərisindədir. Deməli, Azərbaycan 10 milyon deyil, ən az 55-60 milyonluq bir xalq olaraq Türk ailəsindədir. Türk Dövlətlər Təşkilatının içindədir. Yəni, bu sahədə ciddi işlər görülüb. Bununla bağlı bir çox yeni kitablar yazılır, konferanslar təşkil edilir, görüşlər həyata keçirilir, sorğular həyata keçirilir və mən zərrə qədər şübhə etmirəm ki, Türk Dövlətlər Təşkilatının elə əsasında və bünyəsində Güney Azərbaycandakı soydaşlarımızın məsələsi daha da iləri aparılacaqdır və bu məsələlər yəni ciddi şəkildə Türk Dövlətlər Təşkilatının əsas məsələlərindən biridir və biri olmağa da davam edəcəkdir. Faik Bey, bir tane kısa bir soru soruşum. Lütfen kısa cevaplayın ki o sorularımızı geçək. 6 müstəqil Türk dövləti bu konferansda iştirak edir. Acaba ayrı-ayrı dövlətlərdə yaşayan, müstəqil olmayan Türk toplumlarından bu konferansa dəvət olunmuşdumu? Məsələn, Kuzey Kıbrıs Türk Cumhuriyeti, Güney Azərbaycan, Doğu Türkistan ya Kıbrıs bizim Kıbrıs'imiz, bunlardan var mıydı orada? Bu Qazaxıstan, Türkistan şəhərində keçirilən Türk xalqlarının müqəddəs ziyarətgahlarına bağlı keçirilən konferansında əsasən elm adamları dəvət edilirdilər. Hər halda bu konferans biraz daha çox işə yönəlik olduğuna görə biz növbəti mərhələdə məhz digər Türk dövlətlərinin və yaxud da müstəqil olmayan Türk xalqlarının alimlərini də dəvət etmək qərarına gəldik. Ancaq burada hələlik müstəqil, yəni Türkiyə, Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan, o cümlədən də Tacikistandakı mədəni muxtariyyəti olan Karluklardan iştirak edənlər olmuşdu. Ancaq orada biz qərara gəldik ki, konferansın sonunda qərara gəldik ki, növbəti konferans Özbəkistanda, çox böyük ehtimalla Özbəkistanda ya da Türkiyədə gerçəkləşəcəkdir. Həmən növbəti konferansda Kuzey Kıbrıs Türk Cumhuriyetindən də, Azərbaycanın güneyindən də, Tataristandan da, Krım Türklərindən də və digər Uyğuristandan da alimlər dəvət olunsunlar. Çox gözəl, çox gözəl. Bu sevindirici bir xəbərdir ki, gələcəkdə müstəqil olmayan Türk dövlətləri üçün gerçəkdən bu 6 dövlət vardılar, indi bizim başımızın ucalığındadır. Dünyada yəni söz aparanda biz deyirik gücü ilə 400 milyona yaxın biz Türk'ük. Amma bunların bildiyiniz kimi önemli qismətləri, önemli bölümü yəni Güney Azərbaycandır. Nədən Güney Azərbaycandır? Güney Azərbaycan Türk dünyasının bir körpüsüdür. Rəhmətli Elçi bəy buyurmuşdur. Türk dünyasına Kur'an'a açılan yol Güney Azərbaycandan geçir. Və biz də arzu edirik ki, gələcəkdə bu Güney Azərbaycanın önemli konuları və burada olan millət, isarət altında olan millətin mədəniyyəti, tarixi, geçmişi, gələcəyi, bunlara görə bir addımlar atılır ki, eşq olsun sizə və bizim prezidentimizə ki, bunları dilə gətirirlər. Mehdi bəy, buyurun, önemli suallardan birisi də sizdən üzrə. Bəxtər bəy, bir dənə çünki kültürel məsələdir bu. Siz də kültürel məsələnin üstündə toplanmışdınız. Avropada gördüyümüz kimi Amerika Azadlıq Radiosunun büdcəsini kəsir.
Amma Avropa bunu dəstəkləyir. Avropa Birliyi üçün dəstəkləyir. Bu bir dənə kültürel xəbər yayını üçün. Türk Devlətlər Təşkilatında Türk devlətlərinin xəbərlərini yayacaq birliyi üzərində bir plan varmı? Çünki bizə çox önəmlidir. Güneyinin xəbəri getməsi, Güneyə nə qədər təsir qoya bilər və hətta eləyə bilərmiyik, məsələn, necə ki, Ərağın Kürdistan bölgəsində hala federal olaraq yaşayan bir devlət 4-5 dənə televizyon İran üzərində və başqa ölkələr üzərində çoxlu təsir buraxır. Türk ölkələrin planında varmı? Məsələn, işğal olunmuş Türk ölkələrindəki yaşayan türklərə imkan tanıyırlar, media düzəlsinlər. Var olun. İndi bildiyimiz kimi bu Türk Dövlətləri Təşkilatı bugünə qədər əsas üstünlüyü ortaq tarix, ortaq ədəbiyyat, ortaq türk fəlsəfəsi, mədəniyyətinə köklənmişdir. Ancaq dediyiniz kimi, məsələn, dünyada yayılmış Azadlıq Radiosu, yaxud da başqa belə kanallar vardır. Ancaq türklərin hələlik belə bir ortaq səviyyədə kültürel proqramlar var da, ancaq yetərli deyildir. Məsəl üçün, ortaq türk musiqi deyək kanalı var, yəni bəzi şeylər var. Ancaq biz də hesab edirik ki, Türk dövlətləri məhz ortaq türk tarixi, mədəniyyəti kanalını açmalıdır ki, orada yalnız müstəqil Türk dövlətləri deyil, müstəqil dövləti olmayan Güney Azərbaycan türkləri, Uyğur türkləri, Krım türkləri, Tatarstanlılar, Çərkük türkləri, Hələb türkləri də istifadə etsinlər. Yəni bunlardan yararlansınlar, istifadə etsinlər. Biz bu kimi təklifləri Türk Dövlətlər Təşkilatının müvafiq qurumlarına ilətmişik, çatdırmışıq. Yəni xüsusilə də deyək ki, Türk Akademiyasıdır, deyək ki, Türk Mədəniyyət İrsi Fondu və digərlərinə çatdırmışıq və bu təkcə çatdırmaqla deyil, eyni zamanda biz bunların üzərində dayanırıq ki, mütləq müstəqil dövlətləri olmayan türk xalqları da öz fikirlərini dünyaya çatdırmalıdırlar. İndi biz ümidimizi bağlamamalıyıq ancaq Avropa Birliyinə, yaxud da ki, Amerika Birləşmiş Ştatlarına. Çünki biz bilirik ki, onlar bu məsələdə biraz yəni bizə yardım kimi göstərmiş kimi görsənsələr də, ancaq onların öz maraqları vardı. ABŞ-ın öz maraqları var, Avropa Birliyinin ya da Almaniyanın, Fransanın, Böyük Britaniyanın öz maraqları var. Biz isə elə etməliyik ki, ortaq Türk radiosu ya ortaq Türk deyək ki, telekanalları olsun və burada müstəqil olmayan türk xalqları öz mədəniyyətlərindən, ədəbiyyatından, iqtisadi vəziyyətindən bəhs eləsinlər. Bəli, biz bu məsələni qaldırırıq. Yenə deyirik ki, biz bilirik ki, Avropa Birliyi ilə Amerika Birləşmiş Ştatlarının bir çox məsələ türk xalqlarına nisbətdə bəzən fərqli siyasətlər yürüdülər. Çünki hərəsinin öz marağı vardır. Ancaq biz isə çalışmalıyıq ki, öz marağımızdan çıxış edək, öz fəlsəfəmizdən, ədəbiyyatımızdan çıxış edək. Hər halda bizim yolumuz türk xalqlarının birliyidir. Biz öz yolumuzu gedəcəyik. Bizim üçün Avropa Birliyidir, nə bilim, Amerika Birləşmiş Ştatlarıdır, digər beynəlxalq birliklərdir. Onlarla əməkdaşlıq etmək olar. Ancaq biz, hər halda biz Azərbaycanımızın, bütöv Azərbaycanımızın gələcəyini Avropa Birliyinin ya da ABŞ-ın gözü ilə görmürük. Biz öz yolumuz var. Biz türk xalqlarının birliyi çərçivəsində inşallah bunu görürük və bu yolu davam etdiririk. Çox sağ olun Fahid bəy. Yəni buyurduğunuz kimi biz özümüzə bağlı olmalıyıq. Yəni doğrudur, dünyada hər millət, hər ölkə öz mənfəətini güdülür. Bu da təbiidir, önemli bir şeydir və çox doğrudur. Biz də Türk dünyasının bir parçası olaraq müstəqil Türk dövlətlərindən özəlliklə öz qardaşımız olan Azərbaycanımızdan umuruq ki, ən azından bir dənə bizə bir TV, televiziya ki, buradan bizim
önəmli xəbərlərimiz var. Yəni mən sizə qol verirəm. Əminəm ki, bir proqram bizim olursa, yəni Güney Azərbaycan İran adlanan yeri tam dəyişə bilər. Yəni bizim müstəqilliyimiz sizlərin dəstəyindən geçir. Tabii bizim millətimiz də özünə bir ənənəsi, bir savaş stratejisi vardır. Amma indilik ki biz əsl bir millətik, burada sizin kimi dövlətlərin və sizin kimi bir bilgə insanların yardımına ehtiyacımız vardır. Sağ olun ki bunu bizdən əsirgəməyəcəksiniz. Bilirik ki bu konuda həlalik İranla yani bir münasibətlər vardır. Bunlara görə çox saatlar açılmır. Amma biz gələcəkdə umud edirik ki bu problemlər tezliklə sizin əlinizdə çözülər. Fahad bəy, bir ayrı bir soruya mən geçirəm. Bu problemlər, bu çözümlər ki siz buyurdunuz Türk dünyasında vardır. Bu problemlərin haqqında bir çözüm danışıldı mı acaba bu toplantıda, konferansda? Çözüm nə oldur? Nə bir çözüm yolu var mı acaba? Əlbəttə çözüm yolları var. Türk xalqlarının birliyi üçün yəni müəyyən işlər gedib, həll yolu da çözüm yoludur ki, müstəqil Türk dövlətləri güclü olmalıdır ki, digər müstəqil olmayan Türk xalqlarına da ciddi dəstək versinlər. Yəni artıq Uyğurlar, deyək ki, xüsusilə də Uyğurlar və Güney Azərbaycan türkləri, İran adlanan ölkədəki türklərin artıq yəni öz dövlətlərini yenidən ortaya qoymalıdırlar. Bu çözüm yoludur ki, indi biz dəfələrlə deyirik. Məsələn, xüsusilə də Güney Azərbaycandan söhbət gedəndə biz bilirik ki, 100 ilə yaxındır Pəhləvilər və Molla Fars rejimi Azərbaycan türklərinin haqlarını demək olar ki, tapdalayır və dilini, mədəniyyətini, ədəbiyyatını, fəlsəfəsini, tarixini saxtalaşdırır. Biz də orada çözüm yolu olaraq onu görürük ki, elə Güney Azərbaycan türkləri, Uyğurlar, Krım türkləri, Kərkük, Hələb türkmenləri və başqaları öz milli varlıqlarını ifadə etsinlər. Çünki biz görürük, yəni xüsusən də İrandakı Molla Fars rejimi 100 il ərzində demək olar ki, heç bir şey etmədilər. Ancaq Fars şovinizmindən, İran şovinizmindən çıxış etdilər. Biz də bu şovinizmə qarşı biganə qala bilmərik. Yəni biz artıq 100 il kifayətdir ki, biz 100 ildir Fars şovinizminin nazından oynamışıq. Əgər bunlar 100 il ərzində Azərbaycan türklərini görməzdən gəlirlərsə, onun dilini, mədəniyyətini saxtalaşdırırlarsa, assimilasiya edirlərsə, biz buna son verməliyik. Yəni başqa yol yoxdur. Çözüm yolu nədir? Çözüm yolu müstəqil Türk dövlətləri ilə yanaşı, müstəqil olmayan xalqların da müstəqilliyini əldə edib, böyük bir Türk birliyinə nail olmaqdır. Dünyada bir gücə çevrilməkdir. Artıq biz Avropalıların, qərblilərin bizə qarşı-qarşıya qoymasına da son verməliyik. Bizim üçün bütün Türk dövlətləri eyni dərəcədə doğmadır. İstər Osmanlısı olsun, Səlcuqlar olsun, Səfəvilər, Qaraqoyunlar, Ağqoyunlar, Hun dövlətləri, Göytürk dövlətləri. Ancaq qərblilər, Avropalılar uzun müddət bizim dövlətlərimizi bir-birinə düşmən kimi qələmə veriblər və bugün də buna davam edirlər. Ancaq biz artıq bu oyunlara gəlməməliyik. Biz hesab edirik ki, bütün Türk dövlətləri və Türk dövlət başçıları eyni dərəcədə bizim tariximizin bir parçasıdır. Əmir Teymur da, Yıldırım Bəyazıt da, Üstün Həsən də, Qara Əhməd də, deyək ki, Məhəmməd Əmin Rəsulzadələr də, Şeyx Məhəmməd Xiyabanilər də, Mustafa Kemal Atatürk, Sultan Süleyman Qanuni, Alper Tonqa, Şeybani xan, Bilgə Kağan və başqaları. Yəni mən hamısını ismini sadalamaq istəmirəm. Bütün hamısı bizim üçün doğmadır. Ola bilsin ki, bəziləri deyək ki, Tanrıçı inancında olub, İslam inancında, Xristiyan, Buddist inancda və yaxud da fərqli inancda olur. Ancaq bütövlükdə onlar Türk tarixidir, Türk dövlətçi ənənələrdir. Çözüm yolu nədir? Çözüm yolu tarixdə tarixi şüurumuz, mədəni şüurumuz, fəlsəfi şüurumuz, ədəbi şüurumuzun
birgəliyidir. Biz də bunun üçün çalışırıq və bu kimi konferanslarda məqsədimiz bizi ayıran yolları deyil, bizi birləşdirən yolları arayıb tapmaqdır, çözüm yolunu tapmaqdır. Əgər biz bizi bir-birimizdən ayıran məsələlərin dalınca, arxasınca geçsək, o zaman heç vaxt gücə çevrilməyəcəyik. Biz əksinə, bizi birləşdirən məqamları, nöqtələri tapmalıyıq və biz bunu edə bilərsək, inşallah dünyada yeni bir gücə də çevriləcəyik. Mən buna inanıram, çünki bizdə o ruh vardır. Bu işdə də əsas rolu kim oynayacaqdır? Çözüm yolunu göstərəcək və xalqlarımızı, Türk xalqlarını istər müstəqil olsun, istər müstəqil olmayan xalqlarımızı bir gücə çevirəcək məhz milli aydınlardır, milli ziyalılardır. Ancaq təəssüf olsun ki, son zamanlarda da türklükdən danışan, türk birliyindən danışan bəzi kəsimlər var ki, əslində onların türklüklə heç bir əlaqələri yoxdur. Onlar sadəcə populistdirlər, onlar düşmənin, necə deyərlər, düşmənə xidmət edirlər bəzi sözləri, fikirləri və onlar əsl türk ruhlu insanlara da müəyyən mənada zərbə vururlar. Mən hesab edirəm ki, əsl türk aydını, türk ziyalısı məhz türkün ruhun daşıyıcısıdır. Hansısa paralara görə, hansısa siyasi maraqlara görə bu yola gələnlər bizdən deyirlər. Bizim bircə marağımız var, bircə yolumuz var. O da türk xalqlarının birliyidir, dirliyidir, dünyada gücə çevrilməsidir. Ancaq kimlərsə Çinin yanında, Rusiyanın yanında, ABŞ-ın yanında, Böyük Britaniyanın, Almaniyanın, Fransanın və başqalarının yanında yer alırsa və bizə deyirlərsə ki, bu Türk birliyi Rusiyanın sayəsində, ABŞ-ın sayəsində, Böyük Britaniyanın sayəsində, Çinin sayəsində gerçəkləşəcək və s. və axır, xeyr, biz bunu doğru görmürük. Biz özümüzdən güc alaraq öz birliyimizi və dirliyimizi ortaya qoyacaq. Başqalarının yolu bizim üçün məqbul deyildi. Bizim üçün məqbul olan ancaq Türk xalqının öz birliyidir, öz inamıdır, öz mədəniyyətidir, öz fəlsəfəsidir. Sağ olun Faik Bey. Faik Bey, bu konferansdan kısa bir videomuz vardır. İzin verirseniz bu kısa bir videonu bizim izleyicilere bir görsələr. Buyurun dostlar, bunu bir lütfen yayınlayın. Bir-iki önemli mevzu var. Bizim büyüklerimiz 4000 yıl, 5000 yıl bundan önceki kadimlerde necə bu meseleler ortaya çıktı? Aslında ziyaretgahların ortaya çıkmasının felsefi nedenleri, filosofiya sebepleridir, aspektleridir. Burada bir-iki önemli mevzu var. Bizim büyüklerimiz 4000 yıl, 5000 yıl bundan önceki kadimlerde necə bu meseleler ortaya çıktı? Çok sağ olun dostlar bunu yayınladığınız için. Mehdi Bey, ayrı bir sual sizlerdir. Buyurun. Doktor bəy, biraz bu məsələnin siyasi boyutuna toxunduğunuz üçün biraz kültürel məsələnin yanında da %100 siyasi məsələlər yürür. Sizin nəzəriniz bu Kuzey Kıbrıs Cumhuriyyəti məsələsindəkən Türk devletlərinin bəzi ölkələri Kuzey Kıbrıs'ı qəbul eləməyib, Avropa fonlarını qəbul edib, Güney Kıbrıs'dan nümayəndəlik açması biz Güney Azərbaycandakı türklərdə biraz bu məsələyə həssas yanaşmağımızı göstərdi. Sizin bu məsələyə fikriniz nə mənədir? Bu məsələ ki, gündəmə gəldi ki, Türkistandakı türk dövlətləri, Qazaxıstan, Qırğızistan, Türkmənistan, Özbəkistan, yəni Rum Kıbrısını müstəqilliyini tanıyır və bu anlamda da Quzey Türk Cümhuriyyətinə zərərdir. Hər halda bu məsələnin dərin qatları vardır. Bugünkü Budapeşt samitində də Quzey Kıbrıs Türk Cümhuriyyəti məsələsi müzakirə olunub və Quzey Kıbrıs Türk Cümhuriyyətinin müşahidəçiliyində
müsbət qiymətləndirib və gələcəkdə tam hüquqlu bir status alması üçün ciddi fikirlər səsləndirilibdir. Yəni, demək istədiyimiz odur ki, bu məsələnin Türk birliyinə zərər gətirməsi və Türk birliyinə xələl kimi qiymətləndirilməsini çox da şişirtmək olmaz. Hər halda Avropa Birliyi ki, Türkistandakı Türk dövlətlərlə əməkdaşlıq etmək istəyir və orada müəyyən para yatırım qoyur. Ancaq əlbəttə bu o anlama gəlməz ki, Türkistandakı Türk dövlətləri hansısa 5-10 manata görə Türk birliyinə zərbə vurur və Türkiyəyə, deyək, yaxud da Kuzey Kıbrıs Türk Cümhuriyyətinə arxadan zərbə vurur. Mən bunu çox da doğru görmürəm. Hər halda bu məsələ dərin qatlarda ciddi şəkildə müzakirə olunub və görünür ki, bu məsələlərlə bağlı müəyyən nəticələr inşallah yaxın zamanlarda da açıqlanacaqdır. Mən elə gəlir, burada söhbət Kuzey Kıbrıs Türk Cümhuriyyətinə zərbə vurmaq deyil, əksinə yaxın zamanlarda, yaxın aylarda məncə Kuzey Kıbrıs Türk Cümhuriyyəti Türk dövlətləri tərəfindən tanına da bilər. Necə ki, məsələn, Türkistandakı Türk dövlətləri Rum Kıbrısınla ki, əlaqələr yaradır. Eyni şəkildə hər ikisini də, yəni Rum kəsimindəki Kıbrısınla əlaqələr varsa, deməli, Kuzey Kıbrıs Türk Cümhuriyyəti ilə də əlaqələr və səfirliklər açılacaqdır. Mən buna ümid edirəm. Məncə buna doğru gedir. Yoxsa Türk dövlətlərinin 5-10 manata görə mövqe dəyişdirməsi, yaxud da ki, Kuzey Kıbrıs Türk Cümhuriyyətini tamamilə görünməməsi, yəni onu zərbə altında qoymasına mən inanmıram. Ona görə hesab edirəm ki, bu məsələ əksinə Türk dövlətləri Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanımaqla nəticələnəcəkdir. Əlbəttə, ilk baxışda biz bilirsiniz, bizdə bir ata sözü var. Deyirik ki, hər şərdə bir xeyir vardır. Yəni, hər şərdə bir xeyir vardır prinsipinə yanaşsaq, bu şər kimi görünən məsələlər, yəni ki, Türkistandakı Türk dövlətlərinin Rum Kıbrısında səfirlik açılmasını bir şərdirsə, ancaq müsbəti də nə olacaq mənim fikrimcə? Kuzey Kıbrıs Türk Cümhuriyyəti yaxın zamanlarda Türk dövlətləri tərəfindən tanınacaqdır. Mən buna inanıram və hesab edirəm ki, Budapeştdəki samitdə də bu qeyri-rəsmi olsa, bu samitdə də bu məsələlər müzakirə olunubdur və 2025-ci ilin axırına qədər Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Türk dövlətlərinin hamısı tərəfindən tanınması Türkiyə tanıyıbdır. Ancaq Azərbaycan, Türkmənistan, Özbəkistan, Qazaxıstan və Qırğızıstan tərəfindən də tanınması çox realdır. Mən hər halda ümid edirəm ki, biz bu məsələdə ancaq xeyir və bu məsələdə zərərli və nöqsanlı tərəfi deyil, xeyirli və müsbət tərəfləri də görə bilərik və görəcəyik inşallah. Fahad bəy, ən azından bu müstəqil Türk dövlətləri Kuzey Kıbrıs Türk Cümhuriyyətində bir dənə bir səfirlik ya bir dənə bir nümayəndəlik kimi bir zət açsalarlar, onda daha yaxşı qonuya girə bilərlər. Azərbaycan təkcə dövlət idi ki, Türkiyə ilə bərabər bu qonuya girmədi, yəni özünü pula satmadı. Doğrudur, siz buyurursunuz pula görə dəyərli, tamam, amma bu məsələni niyə biz açıqlayırıq? Bu məsələ yəni bizim siyasilərin içində danışılır. Bu gerçəkdən bizim Güney Azərbaycanın bu siyasi fəallarını qorxudur. Gələcəkdə yəni baxın, bildiyiniz kimi İran rejimi, İran adlanan ölkə dağılmağa sarı gedir. Bunların bu Amerika ilə danışıqları, planları hamısı bir yerə yetirməyibdir. Buna görə İran rejimi dağılmaq üzrədir. Və bunu da yaxşı bilirlər ki, İran rejimi bunu bilir ki, Azərbaycan dövləti Qarabağ savaşındakı qabaqdakı Azərbaycan deyil. Azərbaycan indi özünə güclüdür. Gerçəkdən yəni indi istərsə Ermənistanın hamısını 2 gündə bütün ala bilər. Amma biz onlara da haqq sahibiyik. Yəni biz güc mövzusunda indi danışırıq onları ilə. Buna görə bizi bu qorxudur ki, gələcəkdə əgər İran rejimi dağılırsa, biz 35 milyon türküdən əcəba burada biz özümüzdən difa edəcəyik. Burada əcəba bizim qardaşlarımız Kuzey Azərbaycanda ya Türkiyədə
ya müstəqil Türk dövlətləri bizdən nə cür himayət edəcəklər? Buna görə bu məsələ bizim üçün çox önəmlidir. Bunu lütfən siz yəni Azərbaycanda söz sahibisiniz. Bunu lütfən mətrə eləyin burada. Bəli, Əkbər bəy. Mən narahatçılığı anlayıram. Narahat olmağa da müəyyən əsaslar var. Ancaq burada ciddi bir qorxulacaq bir şey yoxdur. Mən elə hesab edirəm. Çünki dövlətimizin və Türk dövlətlərinin dərin qatlarında, yəni dərin bilgilərə sahib olan insanlarımız bu məsələni hər tərəfli araşdırırlar. Azərbaycanımızın güneyində inşallah müstəqil dövlətçilik bərpa olunanda Azərbaycan nəinki onun yanında olacaqdır. Zaten o Azərbaycanın özüdür. Azərbaycan bu işin içindədir. Türkiyədə artıq Türkiyədə əvvəlki Türkiyə deyil. Türkiyə əvvəllər Güney Azərbaycan məsələsi çox ehtiyatlı yanaşırdı və hesab edirdi ki, İran məsələsində parçalanma olar və bu Türkiyəyə də zərb ola bilər. Ancaq artıq Türkiyə əvvəlki kimi yanaşmır. Biz bilirik ki, burada 35-40 milyon əhalinin varlığı Türkiyəyə zərərdir, xeyirdir. Bizim məqsədimizdə geri gəlmişkən bizi heç kəs ittiham edə bilməz ki, biz İran 35-ci ildən qondarma ad olaraq İran adlanan ölkəni biz dağıdacağıq. Əslində o dövləti vaxtilə biz qurmuşuq. Sadəcə o dövləti bizim əlimizdən İngilislər, Yəhudilər vaxtilə alıb farslara elə belə peşkəş etməyiblər. Öz əllərində oyuncağa çevirmək üçün peşkəş ediblər. Ancaq biz də nə deyirik? Biz də deyirik ki, o dövlətin vaxtilə qurucusu biz olmuşuqsa, o dövlətə də biz sahib çıxacağıq gecik-tezi. Ancaq burada müəyyən oyunlar gedir. Biz o oyunları pozacağıq. Yəni inşallah biz yeni bir Türk dövləti quracağıq. Ancaq yeni bir Türk dövləti qurmaq o demək deyil ki, biz dünyada birinci dəfə o dövləti quracağıq. Xeyr. Biz bilirik ki, rəhmətlik Məhəmməd Tağı Zeytabinin dediyi kimi, bura qədim bir Türk yurdudur. Burada ən azı bir 6-7 min illik Türk damğası vardır. Ola bilsin ki, arada sırada Sasanilər olubdur, nə bilim, Zərdüştlər olubdur, kim olubdur olsun. Ancaq biz 6-7 min ilə baxanda görürük ki, onun böyük bir hissəsində Türk möhrü vardır, Türk damğası vardır və biz inşallah bunu bərpa edəcəyik. Burada qorxmağa bir şey yoxdur. Narahatçılıqları anlayırıq. Ancaq Türk xalqları, bizim elə məqsədimiz odur ki, Qazaq, Qırğız, Özbək, Türkmənə deyək ki, biz birik, biz qardaşıq. Sən bizdən qorxma, sən Çinlidən qorx, Rusdan qorx, İngilisdən, ABŞ-dan ehtiyat etkinə. Türkdən ehtiyat etməz. Türkiyə o zaman qənim kəsilər ki, onun ipi öz əlində olmasın. Onun ipi Rusun, İngilisin, Çinlinin, Fransızın, Almanın əlində olsun. Biz də nə deyirik? Biz də deyirik ki, ey Qazaq, ey Özbək, ey Qırğız, Türkmən və başqaları, biz bir yerdə güclüyük. Biz Çini, İngilisi, Fransızı, ABD-nin arxasına sığınaraq güclü ola bilmərik. Biz Qazaq, Qırğız, Özbək, Türkmən, Karluk olaraq arxa-arxaya verməliyik. Yoxsa arxamızı Allah qorusun. Biz əgər arxamızı İngilisə söykəsək, ABŞ-a söykəsək, Çinliyə, Fransıza söykəsək, əlbəttə o zaman biz yenə də məğlub olacağıq. Ona görə bizim bu kimi konferanslarda keçirməkdə də əsas məqsədimiz odur ki, bütün şübhələri və qorxuları aradan qaldırıb öz birliyimizi yaratmaqdır. Necə ki, vaxtilə biz belə birlikləri çox yaratmışıq. Xarəzmşahlar, Səlcuqlar, Ağqoyunlular, Bayandurlular, Səfəvilər, Hunlar, Göytürk xaqanlığı, Midiya dövründə və daha əsri dönəmlərdə biz belə birlikləri yaratmışıq və yenə də yaradacağıq. Azərbaycan türklər elə bir millətdir ki, onlar heç vaxt qul olmamışlar və qul ola bilməzlər. Biz öz dövlətimizdə necə qul ola bilərik? Sadəcə biz, türklər, Azərbaycan türkləri 100 il farslara və özlərini fars adlandıranlara, İran adlandıranlara bir şans verdik. Onlar bu şansı qiymətləndirə bilmədilər, peşman olacaqlar. Biz 100 il ərzində bizim ki mədəniyyətimizi, bizim ki Türk kimliyimizi, Türk ruhumuzu aşağıladılar. Onlar özləri peşman olacaqlar. Onlar bilməlidirlər ki, İngilisi, Fransızı, Almanı və başqaları ABD-lisini, Amerikanlısını arxasına almaqla ağ günə çıxmayacaqlar. Özləri qara günə düşəcəklər. Yəni, demək istədiyimiz odur ki, bizim ruhumuz özümüzdən qaynaqlanır, Türk ruhundan qaynaqlanır. Türkçə qorxu yaraşmaz. Şeyx Məhəmməd Xiyabani
vaxtilə Azərbaycan adlı məqaləsində yazırdı ki, bir millətin cəsarəti aradan qalırsa, o millət məhv olub gedər. Bir millət ayaq üstündə tutan qorxunu yenməsidir. Biz də həmişə qorxunu yenmişik. Biz Babəklər, Dədə Qorqudlar, Alpər Tonqalar, Uzun Həsənlər, Atabəylər, Şəmsəddin Eldəgizlər, Şeyx Məhəmməd Xiyabanilər, Cavad xanlar, Bağır xanlar, Səttar xanlar, Seyid Cəfər Pişəvərilər və onlarla isimsiz qəhrəmanlar olan bir xalqı, adsız qəhrəmanlar olan xalqı. Ona görə də heç bir qorxuya ehtiyac yoxdur. Biz yenidən Türkün şanlı bayrağını, Azərbaycanın şanlı bayrağını Təbrizdə, Xoyda, Mərənddə, Makuda, Həmədanda, Zəncanda, Tehranda, Qumda, Qaşqa yerində, Türkmən Səhrada, Məşhəddə, Xorasanda yenidən dalğalandıracağıq. Biz bunu elə belə demirik. Çünki bu xalq artıq oyanmışdı. Artıq bu xalqın qarşısında heç bir qüvvə dayanmayacaqdır. Özünü indi Fars kimi, Fars dili, Fars mədəniyyəti, İran mədəniyyəti adlandıranlar bilsinlər ki, onun qoşusu da biz türklər olmuşuq. Onların varlığını, o Fars dilini, o Fars mədəniyyətini biz qorumuşuq. Doğru etməmişik bəlkə bəzi məsələlərdə. Ancaq yanlışlıq etmişik. Ancaq yanlışlıqlarımızı da yenidən düzəltməyə bizim gücümüz var və biz bunu edəcəyik. Sağ olun Faik bəy. Gerçekten yani bu sözləri sizdən eşitmək bizə qürur verir. Faik bəy, Mehdi bəy dönəcəm sizə. İzin verib bir dənə qısa bir soru sorum. Gerçekten sizi burada görməyə çox şadıq Faik bəy. Arzu edirik ki tezliklə yani bir daha sizi burada görəcək. Faik bəy, sizcə Türk milləti özünü yaxşı tanımağa nə qədər nail olacaq? Nə qədər nail ola biləcək? Yəni necə nail ola biləcək özünü yaxşı tanımağa? Türk millətinin, Türk insanının özünü tanıması üçün Qorqud atanı, Oğuznamələri bilmək lazımdır. Vaxtilə bizim böyük səhəndimiz Sazımızın sözü əsərində bunu çox yaxşı yazdı. Böyük səhənd, Qaraçorlu bildiyiniz kimi səhənd, bulud çox yaxşı yazdı və bunun davamı da Məmməd Hüseyin Şəhriyar gətirdi. Heydər Babaya salam poemasına. Yəni, Heydər Babaya salam poemasını oxuyan, yaxud da ki, Sazımızın sözünü oxuyan, Azərbaycan Türk balaları, Qorqud atanı oxuyan, Oğuznamələri oxuyan, Manasları oxuyan, Alpamışları oxuyan insan oyanmaya bilməz, o yata bilməz, o oyanacaqdır. Yəni, demək istədiyimiz odur ki, bizim oyanışımız, bizim milli dirliyimiz üçün Qorqud atanı, azacıq Qorqud atanı bilmək lazımdır. Azacıq Məmməd Hüseyin Şəhriyarı bilmək lazımdır. Məhəmməd Füzuli, məsələn, Məhəmməd Füzulinin Leyli və Məcnunu oxuyanda, oradakı Leyli və Məcnun sadəcə bir eşq dastanı deyildir. O bir millətin sevgisidir. O bir millətin oyanışını göstərən, o türk dilidir, o türk mədəniyyətidir. Yaxud da ki, Nizami Gəncəvinin əsərlərinə sadəcə bir eşq məzaraları kimi baxmaq doğru deyildir. Orada türkün fəlsəfəsi vardır. 7 gözəldə, Xosrov və Şirində, Leyli və Məcnunda, Sirlər Xəzinəsində. Yəni, demək istədiyimiz odur ki, bizim böyüklərimiz, Nizami Gəncəvi kimi atalarımız, Xaqani kimi atalarımız, Yunus Əmrələrimiz, Füzulilərimiz, Şəhriyarlarımız, Səhəndlərimiz, Həmid Nitqilər, Məmməd Bağı Zeytabilər, Xiyabanilər, Məhəmməd Əmir Rəsulzadələr, Əhməd Bəyəqoğlular böyük bizim bir irsimizdir. Biz o irsidən azadlıq faydalansaq, inşallah milli birliyimiz və dirliyimiz çox qısa bir zamanda gerçəkləşəcəkdir. 1813 və 1828-ci illərdəki Gürcistan və Türkmənçay faciələrini biz arxivə atacağıq. Artıq biz böyük bir deyək ki, antlaşma bağlayıb Türk birliyinə nail olacaq inşallah. Doğrudur. Faik bəy, tam doğru deyirsiniz. Yani sizin bu sözünüzə qüvvət olaraq bizim millətin indi bir dənə fəqət səsi vardır. Bu da traktor taxımı vardır. Ondan səsimiz çıxır. Amma burada dediği o sözlər ki var bizim millətin dilindən çıxır. Bunlar şuar deyil, slogan deyil. Deyir Təbriz, Bakı, Ankara, biz hara, Farslar hara. Yani biz gerçekten sizin buyurduğunuz kimi öz atalarımızı, öz dədəqurtlarımızı, öz kimliyimizə tanıyıb və ona dönmək istəyirik. Biz o addımı atırıq. Azadlıq, ədalət, milli hökumət dediyimiz bizim tam Türk dünyasının, yani amadəyək biz girək Türk dünyasına.
Bu millət sizin bulduğunuz kimin də bunun qabağını kimsə ala bilməz, xurafatla bunu anlada bilməzlər və təzədən gəlib bizi qaytarmazlar 100 il qabağa. Mehdi bəy, programa az qalır yaxınlaşaq sonuna. Sorunuz varsa, sanırım sorunuz var. Buyurun. Mən bir son soru sorum Dörtür bəydən. Buyurun. Dörtür bəy, Türk təşkilatlarında ekonomi bir programı və bunun ordu programı. Biz bilirik ki, məsələn, Ərəb Birliyində Amerika dəstəyi, Avropa dəstəyi ilə yarandı. Amma ordu birliyinə dəstək vermədilər. Biz Türk Ölkələr Təşkilatında ən önəmli mövzunun biri ordudur. Ki, NATO şəklində bir ordu yaranır. Bunun üzərində bir çalışma varmı? İlərləmə varmı? Bilirsiniz, birincisi biz inşallah doğru dürüst ortaq Türk tarixi, mədəniyyətini və fəlsəfəsini ki, yeni gənc nəsillərə çatdırmalıyıq ki, məhz bizim iqtisadi, ekonomi və hərbi birliyimiz də güclü olsun. Əskəri əskər edən, alp edən onun biliyidir, onun milli ruhudur, onun türklük şuurudur. Yəni, iqtisadiyyatda da bilirsiniz, bəzi insanlar varlı ola bilirlər, ancaq milli ruh olmadığına görə onu başqaları ondan istifadə edirlər. Biz hesab edirik ki, gərək o varlı insanı da, ekonomik məsələyə sərmayə gətiranı da, hərbçinin də bir türklük ruhu ola, türk şuuru ola. Mən hər dəfə demişəm, sizlərin hüzurunuzda da deyirəm ki, çox təəssüf olsun ki, son əsrlərdə bizim türklük ruhumuzu başqa yerə çəkdilər. Bunu milliyyətçi və şovinizm kimi məhdudlaşdırdılar. Halbuki türklük ancaq bir gen və milliyyətçilik məsələsi deyildir. Türklük insanlıqdır, ədalətdir, paçlıqdır, saflıqdır, ucalıqdır. Yəni, demək istədiyimiz odur ki, bir türk insanı ki, istər iqtisadiyyatda, ekonomide olsun, istər hərbçi olsun, o bilməlidir ki, o insanlıq uğrunda savaş verir. O, ədalət uğrunda savaş verir. Ancaq çox təəssüf olsun ki, son əsrlərdə insan haqları, insan hüquqlarını indi fransızlar, ingilislər, amerikanlar və başqaları güya bu savaşı verir. Halbuki onların ya da ruslar ya da çinlilər, halbuki onların dünyaya zülm etdiyi bəllidir. Hərəsi bir yolla zülm edir. Biri iqtisadi yolla zülm edir, biri hərbi yolla zülm edir, biri insanlığı öldürür. Ancaq biz türk xalqları tarixə baxanda görürük ki, insanlıq uğrunda savaş vermişik. Mən onu da demək istəyirəm ki, inşallah dünyada güclənən və bir iqtisadi, siyasi və hərbi gücə çevrilən türklər təkcə özlərini və türk olmayan xalqları deyil, bütün insanlığı, bütün məzlumları xilas edəcəkdir. İstər Afrikada olsun, istər Asiyada, istər Avropada olsun, istər Avustraliyada olsun, istərsə Amerikada olsun. Yəni, demək istədiyimiz odur ki, dünyadakı mənəvi bir çöküş baş veribdir, mənəvi, əxlaqi dəyərlər get-gedə dünyada çöküşdədir. O çöküşü dayandıracaq yeganə millət türklərdir. Vaxtilə biz bunu etmişik. Vaxtilə biz bilirsiniz ki, bir çox dinlərdə də, xristiyanlıqda, yudaizmdə, İslamda da zaman-zaman çöküş dövrü olmuşdur. Biz bu çöküşü dayandırmışıq və yenə də mən hesab edirəm ki, məhz iqtisadi, hərbi anlamda türk əskəri, türkün hansı bir yerə türk əskəri ayaq basırsa, orada ədalət bərqərar olur. Ancaq baxırıq ki, orada rus olanda, çinli olanda, orada nə bilim İngilis olanda, fransız olanda, orada nəinki ədalət, orada insanlıq ölür. Biz isə əksinə insanlığı bərpa etmək üçün türk ruhlu əskərlər yetişdiririk. Özbəkistanda, Qazaxstanda, Azərbaycanda, Türkiyədə və digər türk yerlərində. Belə 10 milyonlardan əskər Azərbaycanımızın güneyində Təbrizdədir, Xoydadır, Bakudadır, Şəbistərdədir, Mərəndədir, Həmədanda, Zəncəndə, Tehranda, Qumda, Məşəddədir. Onlar sadəcə yeni bir Türk dövlətinin yaranmasına və Türk birliyinin ordusunun yaranmasına bənddirlər ki, yüz minlərlə Güney Azərbaycanlı türkü, Uyğur türkü, o həmən dövlətə, həmən birliyə canla, başla xidmət edəcəkdir və dünyada insanlığı yenidən bərpa edəcəkdir. Sağ olun, ağzınıza var olsun. Çox sizdən təşəkkür edirik dönə-dönə. Sizin əlinizdən öpürük ustad, profesorum, döktürüm.
Arzu edirəm ki, Allah sizə uzun ömür versin. Öz əlinizlə Azərbaycanın bayrağını Təbrizin o meydanına siz sancasınız. O eşki, yani uğuru sizə də arzu edirik. Bizimlə bərabər Təbrizdə Doğru. buyurun. Oradan da biz bağışlayın sözünüzdə kəsdim. Mən buna zərrə qədər şübhə etmirəm ki, Şuşada, Ağdamda, Laçında, Zəngilanda dalğalanan o üç rəngli bayraq çox yaxın zamanlarda Təbrizdə, Urmuda, Xoyda, Həmədanda, Zəncanda, Mərənddə, Qəzvində də dalğalanacaqdır. Mən bunu böyük bir əminliklə deyirəm və o gün uzaqda deyildir. Bizim böyük bir insanımız vardır. Azərbaycanımızın güneyindən olub, kuzeyində yaşayan Mirzə İbrahimov. Onun belə bir əsəri vardır. Yəqin ki, oxumuşsunuz. O gün uzaqda deyildir. Orada rəhmətlik bizim prokurorumuz Firidun İbrahimidən də bəhs edir. Orada da deyir, o gün uzaqda deyildir. 45-ci ildə bizim dövlətimizi, 46-cı ildə bizim 45-ci ildə qurulub 46-cı ilin dekabrında o Fars Molla rejimi ki, daha doğrusu Pəhləvilər rejimi ki, İngiliz, Amerikanların yardımı ilə bizim bayrağımızı oradan müvəqqəti indirsə, ancaq o üç rəngli bayraq Təbrizdə yenidən dalğalanacaqdır. O bayraq dalğalanacaqdır və o gün uzaqda deyildir. Ustad, gördüğünüz gibi bizim bu traktör oyunlarında Azerbaycan bayrağını dalgalandırırlar. Ha. Yani gerçekten indi dalgalanır, yüreklerde dalgalanır. İnsanların sandıklarında bizim orada her evin sandığında bir tane bayrak vardır. Olmayanların da yüreklerinde bayrağımız bizim vardır. Yani bu bayrak bizim ebedi bayrağımızdır. O Mehdi Bey'in təsvirinin dalısındaki bayrakların içinde yani bizim bayrağımız var. Biz oyuq. Götür, sizden çok teşekkür ederim, programın sonuna geldik. Teşekkür ederim sizden, var olun, eşk olsun size. Yaşasın Azerbaycan, yaşasın Türk dünyası, eşk olsun size. Görüşmek üzere usta. Görüşürüz, özünüze çok yaxşı bakın. Teşekkürler. Helallik. Sağ olun, sağ olun. Dostlar, programın bugün sonuna geldik. Arzu edirik ki, budur bir önemli bir konferans. Çok yakında baş əmrimiz Təbrizdə bizim geçə bütün Türk dünyasının önemli insanlarından ve Güney Azərbaycanımızın zindanda olan alimləri hamısı beraber bir yerde tezliklə öz bayrağımızı, öz dövlətimizi quraq. Eşq olsun sizə, sağ olun. Mehdi Bey, son sözünüzü buyurun, programı bitirək. Çox təşəkkürlər. Həmişəki şüarımızı deyək. Azadlıq, ədalət, milli hökumət. Yaşayasınız. Sağ olun. Azərbaycan torpağıdır, xalqımızın ocağı, şərqin nurlu çırağıdır, Şəhriyarın sözü Təbriz. Azərbaycan torpağıdır, xalqımızın ocağı, şərqin nurlu çırağıdır, Şəhriyarın sözü Təbriz. Yeter artık bu esaret, biraz gayret, cesaret, bitsin qəfil, bitsin qaret, gülsün xalqın düzü Təbriz. Yeter artık bu esaret, biraz gayret, cesaret, bitsin qəfil, bitsin qaret, gülsün xalqın düzü Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalk ayağa Təbriz, sen bizimsen Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalk ayağa Təbriz, sen bizimsen Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ve serhedler, Mehmet diller, ayırmasın bizi Təbriz. Ayrı kaldık uzun iller, koy açılsın bu yollar, ve serhedler, Mehmet diller, ayırmasın bizi Təbriz. Salam sənə Azərbaycan, salam sənə ey Turan, salam
Azərbaycan salam sənə ey Quran, salam sənə ey Saman, tariximin izi Təbriz. Sən gözəlsən Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sən bizimsən Təbriz. Sən gözəlsən Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sən bizimsən Təbriz. Azərbaycan torpağıdır, xalqımızın ocağı, şərqin nurlu çırağıdır, ələskərin sazı Təbriz. Azərbaycan torpağıdır, xalqımızın ocağı, şərqin nurlu çırağıdır, ələskərin sazı Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bilsin qətil, bilsin qaret, gülsün xalqın üzü Təbriz. Yeter artık bu esaret, biraz gayret cesaret, bilsin qətil, bilsin qaret, gülsün xalqın üzü Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen güzelsen Təbriz, qəhrəmansan Təbriz, qalx ayağa Təbriz, sen bizimsən Təbriz. Sen bizimsən Təbriz.